Salam əziz dostlar. Bir dənə də sual var. Deyir ki, Allahın sifətləri Allahın tərkib hissəsidirmi? Allahın zatının tərkib hissəsidirmi? Buna deyirlər təcəzzi. Bir şeyin tərkib hissələrindən ibarət olması deməkdir. Belə ki, həmin o şey bütöv deyil, bölünə bilər, hissələrdən ibarətdir. Əgər desək ki, Allahın sifətləri də belə bir formadadırsa, təbii ki, bu batildir. Maddi varlıqlar necədir? Məsələn, insanın başı, əli, ayağı ayrı-ayrılıqda hissələrdir. Toplaşır olur bir dənə insan, məsələn. Amma əgər Allahın sifətləri onun tərkib hissəsi olsa, onda bu deməkdir ki, Allah bölünə bilər, bütöv deyil, yaradılmış sifətdir. Yəni, məxluqa aid olan sifətdir, xüsusiyyətdir. Bu isə Allah üçün mümkün deyil, təbii ki. Bəs Allahın sifətləri hansı formada daha rahat başa düşməyimiz üçün tərkib hissəsi deyilsə, bəs necədir? Məsələn, insanın elmli olması, bilikli olması. İnsanın elm sifətinə malik olduğunu göstərir. Düzdür ya yox? Bu sifət onun varlığındadır, amma o demək deyil ki, elm ayrıca bir hissəsidir həmin insanın. Xeyr, ayrıca bir hissəsi deyil. Allah haqqında da belə deyirik, amma Allahın sifətləri sonsuzdur, dəyişməzdir və mükəmməldir. Allahın bəzi sifətləri var ki, Allahın zatının eynidir. Eynidir. Elm, qüdrət, həyat, məsələn bunlar. Deməli, Allahın sifətləri Allahın tərkib hissəsi deyil. Sonra sifətlər, Allah bütövdür, vahiddir. Tərkibə malik deyil, bölünməzdir, məxluqa bənzəməz. Ümumiyyətlə, bu fikir təhlükəli fikirdir. Deyəsən ki, Allahın sifətləri Allahın tərkib hissəsidir. O deməkdir ki, sən Allahı cisim kimi bölünən hesab edirsən, məxluq kimi tərkibli hesab edirsən və bu da Allahın vəhdaniyyəti ilə, əhədiyyəti ilə, əzəli və əbədi olmağı ilə ziddir. Təcsim, yəni cisimləşdirmə və təşbih, yəni bənzətmə də İslamda batil və rədd olunmuş görüşlərdir. Təcsim Allahı cisim kimi hesab etmədir, təşbih də Allahı məxluqatına bənzətməkdir. Sağ ol.